Alimentlərlə əlaqədar işçinin əmək haqqında tutulmalara dair yeni norma müəyyənləşib. Oxu24.com məlumat verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Əmək Məcəlləsini dəyişiklikdə əksini tapıb. Əmək Məcəlləsinə əsasən, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının 20%-dən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə 50%-dən artıq ola bilməz. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının 50%-i saxlanmalıdır. Gecə və növbəli iş vaxtı işçilərin ailə vəzifələri nəzərə alınacaq. Qanuna əsasən, növbəli iş zamanı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin olunarkən, işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları əsaslandırıldıqda və mümkün olduqda nəzərə alınmalıdır.